Tərtər rayonu Köçəli kənd sakini Yusif Həmid, özüm kənd təsərrüfatı işlərlə məşğulam. Mən çox şeylər danışa bilərəm müharibə haqqında. Sadəcə bir şeylə ona sevinirəm ki, qalib xalqın nümayəndəsi. Mən Eyvazov Turan Şahinoğlu, Qax rayon Marsan kənd sakini, 2-ci Qarabağ döyüşləri iştirakçısıyam. İlk öncə Allah şəhidlərimizə rəhmət eləsin. Bütün Qarabağ qazilərinə, veteranlarına Allah şəfa versin qazilərimizə. Veteranların da Allah canını sağ eləsin. Hər kəs döyüşdə əlindən gələni elədi. Belə deyim, belə həyatımızda çox acı günlər olsa da, müharibə vaxtında təbii ki, sevincimiz də çox olub. Acı günləri bizə unutduran belə diqqətdir, qayğıdır ki, onda bizim Azərbaycan vətəndaşı, hər bir vətəndaş öz borcu kimi dərk edir. İstər işində olsun, istər hər yerdə olsun. Necə ki, Yol Lizing şirkətində əməkdaşları, rəhbərliyi bizi unutmadınız, bizi xatırladınız. Bu bizə çox xoş təəssürat bağışladı. Mən Sulhayev Vesa Firdinoğlu, döyüşlərdə iştirak etmişəm. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazi qardaşlarımızın canını sağ eləsin. Şəhid ailələrinə Allahdan səbir diləyirəm. Minnətdarlığımızı bildirirəm ki, diqqətinizdən yayınmadıq. Buradan da şəhid ailələrinə baş sağlığı diləyirəm. Qazi qardaşlarımıza da Allahdan şəfa diləyirəm. Mən də bir fermer kimi xalqımıza ruzi bərəkət, firavanlıq arzu edirəm.